Salam, əziz və dəyərli izləyicilərim. Bugünkü videom Hashimoto xəstələri haqqındadır. Kimdə o diaqnoz qoyulubsa Hashimoto, Hashimoto Azərbaycan dilində Hashimoto yaxın əyləşsinlər. Sizə nə olar, nə olmaz və nə etsəniz sizə xeyir eləyər. O haqda hansı ki, bəzi endokrinoloqlarınız heç sizə o haqda məsləhətlər verməyiblər ki, Hashimotonuz qaydasında olsun, yəni zobunuz qaydasında işləsin, əziz izləyicilərim. Amma videoya başlamazdan əvvəl məni sevənlərimdən xahiş edirəm ki, məni bəzi həkimlərə əl vermədiyim üçün yaxşı həkimlərin qarşısında baş əyirəm. Amma bəzilərinə əl vermədiyim üçün spama salırlar, heç sevmirlər məni. Bəziləri yenə də deyirəm, sizsə burada yenisinizsə, baxın burada üstəgələ işarəsi var. Əgər yenisinizsə, bu üstəgələ işarəsini basmağı unutmayın ki, takip olmuş olursunuz. Başqa videolarımı da görün. Burada baxın yumru işarə var. Ora şərh bölümüdür. Bax, o yumrunu basırsınız. Ürəyinizdən gələn sözləri mənə yazırsınız. Nə qədər çox yazsanız, bir o qədər mənim səhifəm üçün xeyirlidir. Baxın, burada dördkünc, bax, belə bir işarə var. Dördkünc, onu basırsınız, o sarı olur. Yəni, yaddaşa salmış olursunuz. Bu da səhifəmə xeyirdir. Bir də baxın, lap aşağıda ox işarəsi var. Onunla səhifəmi paylaşın ki, mənim çəkdiyim bu videolar sizin doğmalarınıza hamıya ulaşsın, əzizlərim. Hashimoto xəstələri olanlar, demək olar ki, çox adamlarda var hal-hazırda. Sizə deyim ki, bayaq da dedim, bəzi endokrinoloqlar bunu sizə demir. Mən sizə %100 əmin eləyirəm ki, sizi Hashimoto xəstəliyi birmənalı şəkildə sizin bağırsağınızla əlaqəlidir. İnanın mənə, əgər sizə nə müalicələr yazılsın, nə deyilsin, əgər sizin bağırsağınız qaydasında deyilsə, nə qədər müalicə olur olsun, nə qədər dərmanlar yazılsın, nə qədər ki bağırsağınız düzəlməyib, bağırsağınızda bağırsaq daşları var, əgər qəbz olursunuzsa, Hashimoto'da siz düzəlməyiniz haqqında heç fikirləşməyin. Yəni ki, birinci növbədə sizə müalicə yazırsa əgər ki, bəzən Hashimoto'da müalicə yazılmır, qida əlavələri deyilir, nə yesəniz olar, nə yeməməyiniz lazımdır, bunlar deyilir. Əslində, yəni 90% müalicə yazılmır Hashimoto'ya. Və birinci sizə deyilməlidir ki, qəbz olmursunuz ki, olursunuzsa birinci növbədə qəbzliyiniz aradan götürülməlidir. Amma aclıq otsuz, dərmanlarsız, sinadesiz bunlar özü birmənalı şəkildə sizin bağırsağınızın florasını pozur. Ona görə də birinci növbədə Hashimoto'su olanlar, ümumiyyətcə sağlam insanlar belə pis xəstəliklərə tutulmaq istəmirsinizsə, hər bir xəstəliyiniz varsa, hətta depressiya belə bağırsaqdan olur, o ki qaldı Hashimoto'ya, ümumiyyətcə zobun hansı növü olur olsun, olmaz. Birinci növbədə xahiş edirəm, bağırsağınızı düzəldin. Birmənalı şəkildə bağırsağınızı düzəltdikdən sonra Hashimoto'da bu sağlam adamlara da aiddir. Stresdən uzaq olmalısınız. İnanın ki, əgər stres keçirtmisinizsə, bilirəm ki, çoxunuz bu videoya qulaq asanda təsdiqləyəcəksiniz ki, Məryəm xanım, halal olsun sizə, doğrudan da düz deyirsiniz. Çünki bilirəm ki, o qədər gözəl sözlər sizin ürəyinizcə olur mənim videolarım. O qədər xeyir tapırsınız ki, mənim videolarımdan baxın. Belə gözəl dualar, belə gözəl sözlər yazırsınız mənə. Sağ olun, var olun, Allah hamınızdan razı olsun. Bilirəm ki, buna da qulaq asanda deyəcəksiniz ki, Məryəm xanım, düz deyirsiniz. Eynən, mən də çox güclü stres keçirtmişdim, əsəb keçirtmişdim və biraz sonra getdim, yoxlanıldım, məndə Hashimoto çıxdı. Stresdən uzaq olun, yəni hər bir xəstələr stresdən uzaq olmalıdır. İnanın, bütün bilim insanlarının, bütün professorların oxuduğum kitablarından hamısı eyni nəticəyə gəlirlər ki, stres, belə deyim, loru dildə deyəcəm, stres yıxan evi heç bir şey yıxmır. Ona görə də stresdən uzaq olursunuz. Ümumiyyətcə, sağlam qidanı mən o qədər sevirəm, hamıya da deyirəm, qrupumda da xanımlar artıq hamısı sağlam qida ilə bir neçə xəstəliklərini, deyərdim ki, bir çox xəstəliklərdən azad olublar, başda da qəbzlik olmaqla ki, dediyim kimi, qəbzlik bir çox xəstəliklərin başlanğıcıdır. Xoşbəxtliyimiz də, bədbəxtçiliyimiz də elə bağırsağımızdan başlanır, çünki bağırsaq ikinci beynimizdir. Stresdən uzaq olursunuz, dediyim kimi, qəbzliyinizi düzəldirsiniz. Çox halda, əksər hallarda Hashimoto olan xəstələrə həkimləri vitamin D məsləhət bilir. Və çoxunuz da bu vitamin D-dən qorxursunuz ki, bilmirik, yazırsınız mənə, Məryəm xanım, hansı vitamin D-ni içmək yaxşıdır? Uzun müddətli vitamin D-ni içəndə, bilmirəm sizə endokrinoloqlarınız deyəcək ya yox.
vitamin K'sız, K2'siz içmeyin. Çünkü vitamin D'ni, vitamin K'sız içəndə sizin kalsini yuyur, ümumiyyətcə təsirini göstərmir. Mütləqdir ki, vitamin K ilə içəsiniz. Yəqin ki, endokrinoloqunuz deyəcək. Yox, əgər desəniz ki, Məryəm xanım, mən aptekdən alınma vitamin D istəmirəm. Təbii yolla vitamin D-ni mən nəydə əldə edə bilərəm? Siz təbii yolla vitamin D-nin ən gözəl qaynağı quyruq yağıdır. Quyruq yağında olan vitamin D-ni ən gözəl həm immuniteti qaldırır, xolesterolu qaldırmır, quyruq yağı vitamin D-nizi qaldırır. İnanın ki, hamınız evdə yiyin, kökəlmə də vermir, çünki miqdarında yeyirsiniz. Hər bir şeyi az yeyəndə xeyrini görürsünüz, ziyan görmürsünüz. Ümumiyyətcə mən qrupumda xanımlara gün ərzində 20 qrama yaxın kərə yağını yemələrini məsləhət bilirəm. Hansı növ zob olur olsun, zobunuzun sevdiyi qidalar var. Sevdiyi və sevmədiyi qidalar var. Ümumiyyətcə hər bir xəstəliyin, misal üçün xərçə xəstəliyinin də sevdiyi, sevmədiyi qidalar var. Və biz də çalışmalıyıq, zobu olanlar hansı növ zobunuz olur olsun, çalışın ki, elə zobunuzun xoşu gələn, sevdiyi qidalardan qidalanın. Bunu sizə endokrinoloqunuz deyəcək. Necə deyəcək? Mən bilmirəm axı sizin indi mənə qulaq asanda hansı növ zobdur. Və sizə o gepitiriyoz var, Hashimoto var, cürbəcür adları var, düyünlü zob var, düyünsüz, zəhərli, zəhərsiz və sizə öz endokrinoloqunuz sizin orqanizminizi bildiyinə görə sizə deyəcək nə olar, nə olmaz. Amma ümumən zobunuza nə olar mən sizə bir-bir sadaladım. Qəbzlikdən azad olmalısınız, stressdən uzaq olmalısınız, sağlam qidalanmalısınız və vitamin D lazımdırsa quyruq yağı yeməlisiniz. Bir də ki, ən əsas zobun hər növünün sevdiyi zobumuza lazımdır. Yadınızda saxlayın. Selin, maqni, bir də qanınız aşağı düşməməlidir. Bu üç şeyi qaydasında saxlayıb 1 ay, 2 ay sonra gedin yoxlamaya, özünüz də çaşıb qalacaqsınız. Həm ağzınızı, bunu Azərbaycana mən gətirdim, ağzınızı soyuq sıxım günə baxan yağı ilə qarqara eləyin, diş qarqarası kimi, boğazınızı yox, ağzınızı səhər yerinizdən duran kimi 20 dəqiqə bu kistalarda, zadda olan, düyünlərdə olan bütün zəhərləri, toksinləri çıxardır. Həm də ki, bu üç qida ki var, deyirəm ki, bunlar lazımdır, qaydasında olmalıdır. Bu selendir. Selen tərkibli gündə 2 dənə Braziliya fındığı yiyin. Qoz fındıq satılan yerdə satılır. İkincisi magneziumdur. Bu da bir ovuc hər gün, yəni bu qədər yox, ovucunuzun içi qədər bal qabaq tumu yeyirsiniz və qanınız aşağı düşməsin. Qanınız qaydasında oldusa, inanın ki, Hashimoto'dur, ümumiyyətcə zobun normadan yuxarı olması, aşağı olması, bilmirəm sizə endokrinoloqlarınız deyəcək ya yox, qanınızın aşağı düşməsi ilə əlaqədardır. Qanınızı qaydasında saxladınızsa və dediyim sink, magnezium tərkibli yeməkləri yedinizsə, vitamin D lazımdırsa, quyruq yağı yedinizsə, stressdən uzaq oldunuzsa, bilin ki, sizin zobunuz çox gözəldir, sizə sağ ol deyəcək. Amma qanınızın da aşağı olmaması üçün yaşıl mərci cücərməsi yeməyiniz vacibdir, mütləqdir. Ucuz da bir şeydir, tək qanınızı qaldırmır, həm endokrin sisteminizə xeyirdir, buğda cücərməsi də, mərci cücərməsi də, maş cücərməsi. Bir də ki, zobun növündən asılı olaraq kələm sinifindən olan şeylər olmaz. Yəni ki, onu sizə yenə də deyirəm, endokrinoloqunuz deyəcək. Misal üçün, çox halda zobu olanlara kələm sinifindən olan, hətta turp belə olmaz. Amma brokolini mən sevirəm, o Allahın bir möcüzəsidir. Narahat olmayın, zobu olanlar, sizə həkiminiz desə də ki, kələm sinifindən heç nə olmaz, brokolini az-az yeyin. Çox olmaz, az-az yiyin. Əgər zobunu olmayanlar isə hər gün çoxlu yiyin brokolini, kələm sinifindən olan hər bir şeyi. Amma desəniz ki, zobum var, bəs Məryəm xanım, deyirsiniz brokoli yaxşıdır, necə yiyeyim? Çünki tərkibində indol var, sulforafan var. Bu o halda sizə ziyan olar ki, səhər 1 kilo, gün orta 1 kilo, axşam 1 kilo brokoli və yaxud kələm yesəniz, sizin zobunuza ziyan olar. Az-az yesəniz, sizə heç nə olmaz. Yəni, mənə elə gəlir ki, hamısını dedim, əzizlərim. Həkimə də gedin, savadlı həkim olsun, sizi pul kimi görən həkim olmasın, xəstəsinə can yandıran həkimlərə getməyinizi məsləhət bilirəm və bunları da dediklərimə əməl eləsəniz, bilirəm ki, bu videomdan da xeyir tapacaqsınız. Yeri gəlmişkən onu deyim ki, artıq bütün dünyaya səs salmışam, nəinki Azərbaycana, nəyə görə? Çünki xanımları xoşbəxt eləmişəm. Azərbaycanda ən ucuz dietoloq mənəm ki, bircə dəfə 20 manat ödəyirsiniz və yeganə dietoloqam ki, altından öz imzamı çəkirəm ki, qrupum
Qrupuma girəndə tək menyu göndərmirəm. Düzdür, diyetoloqun işi ancaq menyu göndərməkdir. Amma mən tək menyu ilə dayanmıram. Sizə peelinglər atıram, üzünüz özümə aid peelinglərdir. Üzünüz uşaq dərisi kimi olur. Bağırsağınızın gözəl işləməsi üçün aclıq otusu, senadesiz ki, bunlar sizin bağırsağınızın florasını pozur. Hətta qara kömürü belə mən qrupumda qoymuram içməyə. Artıq özlərinə xanımlar ad qoyublar xoşbəxt bağırsaq sindromu. Çünki onları içdikdə bağırsaqlarınız tənbəlləşir, mikroflorası pozulur. Bizim bağırsağımızda hamımızın canlı və cansız bakteriyalar var. Canlı bakteriyalara ehtiyacımız var. Amma siz onları içəndə, onları da yuyub aparırsınız, immunitetiniz düşür, bağırsağın da immuniteti düşür, depressiyaya düşürsünüz və s. Xəstəliklər zəncirvari şəkildə qaraciyər yüklənir, ödünüz süzməməyə başlayır. Siz də sağlam olmaq istəyirsinizsə, orqanizminizdən toksinlərin təmizlənməyini istəyirsinizsə, xərçəng xəstəliyindən özünüzü qorumaq istəyirsinizsə ki, bilirəm hamıya artıq yayılıb, buyura bilərsiniz qrupuma. Bircə dəfə 20 manat düz eşitdiniz, hər ay ödəmirsiniz, bir dəfə ödəyirsiniz 20 manatı, sağlam 3 dəfə yeyərək aclıq olmayacaq. Aclıq kofesinə, aclıq çayına mən icazə vermirəm qrupumda. İstəyirsinizsə buyura bilərsiniz. Amma nömrəni yazmaq olmur. Ona görə də TikTokda nömrə yazmaq olmadığı üçün mən sizə səsli şəkildə nömrəmi deyirəm. İstəyirsinizsə dediyim kimi onsuz da hamıya səs yayılıb, xanımlar xoşbəxt olur, dünyaya baxışlarını dəyişirəm. Nömrəmi olduğu kimi yaddaşa salmalısınız. Əvvəlinə əlavələr eləsəniz, nömrələrin arasına nöqtələr qoysanız, hansısa bir əlavə olunsa məni tapa bilməyəcəksiniz. Necə deyirəm, beləcə də yaddaşa salın. Üstə gələk yazın, mütləqdir. Üstə gələk yazmağınız, üstə gələk 7 901 288 26 94. Bu mənim Rusiya WhatsApp nömrəmdir. Yazırsınız. Təbii ki, istəyirsinizsə ki, eşitdiyiniz, əhatənizdə olan, çünki rəfiqələr girir, biri girir, özünü o qədər gözəl hiss edir, qarnı, mədəsi əriyir, ömür boyu illərlə tərpənməyən çəkilər tərpənir. Əvvəl Allah, sonra Məryəm xanımın sayəsində sağlıqla xoşbəxtliyinizə qovuşmaq istəyirsinizsə, buyurub nömrəmi dedim, yaza bilərsiniz, yaddaşa salıb mənə müraciət eləyə bilərsiniz. Bütün videolarımda dediyim kimi qrupumda da artıq bütün xanımlara yeritmişəm, hamısı ona əməl eləyirlər. Şükürlərinizi bol eləyin, inanın ki, şükürlərinizi bol elədikcə Allah deyir ki, mənim sevimli bəndəm, sən ki bu qədər şükürlər eləyirsən, əsl şükürü sənə göstərim, görün necə olur. Şikayətlər eləməyin ki, şikayətlərinizi Allah artırmasın. Sağ olun.